Yata bilmir doktor. 80 yaşı var babamızın. Yatmaq üçün babamız gəzməlidir. Gəzməlidir təmiz havada. Çox yatmamışdan qabaq saat yatır. Onda baba dərin yatacaq. Bir də ki, axşam çox çay içməməlidir. Axşam ümumiyyətlə 6-dan sonra çay içməməlidir. Çayın tərkibində kafein var və o da yuxunu pozur. İnsanlar deyir ki, mən çaysız dura bilmirəm, sonra yata bilmirəm. O kafein onu qoymur yatmağa. Babamıza məsləhət görürəm ki, çoxlu bulaq su içsin. Zakatalada gözəl sular var. Ondan sonra bir də qızıl gül. Bu Zakatalanın bilirsən də, brendidir. Qızıl gül dəmləməsi, dazotlu dəmləməsi, bir də şir quyruğu, onu damotu da deyirlər. Üçünün dəmləməsini için çox dərin yuxu yatacaq babamız. Qatıq da deyirlər yaxşıdır, hə doktor? Qatıq da həmin günün qatığı bir stəkan içəndə həm yuxu dərinləşir, həm qocalıq hüceyrələrinin qarşısı alınır, baba gec qocalır. İnsan gec qocalır. Baba gec qocalır, hə, baba qocalmırsın. Qatıq ümumiyyətlə çox yaxşıdır, mütləq axşam yatmamışdan qabaq.